Salam. Vüqar Zeynalov Kimyanın İlk Anlayışları bölməsinə başlayırıq. Deməli, birinci sualımızda deyir ki, amonyak hidrogen qazları qarşının proton sayı neytron sayından 12 vahid çoxdur. Birinci sual. NH3 və hidrogen qazından ibarət qarışığımız var. A mol NH3-dür, B mol hidrogendir. Proton sayı amonyakda deməli 10 proton, hidrogende 2, neytron sayı isə deməli amonyak üçün 7, hidrogen üçün 0 neytron var. İndi gəlin yazaq. Deməli, qaz qarışığı 5 moldur deyir. Yəni A plus B bərabərdir 5. Neytron sayından 12 vahid çox da protonumuz var. Onda yazarıq 10 A plus 2 B bərabərdir 7 A plus 12. Buradan deməli A bərabərdir yuxarıki tənlikdə yazarıq ki, A bərabərdir 5 minus B. Sonra aşağıdakı tənliyi biraz da sadələşdirək. 7 keçsin bu tərəfə olur 3A plus 2B bərabərdir 12. A-nı da yerinə gətirib 5 minus B-ni yazaq. Onda olur 15 çıxılsın 3B üstə gəlsin 2B bərabərdir 12. Buradan da B-ni tapırıq ki, B bərabərdir 3, A bu zaman bərabərdir 2 olacaq. Qarışığın oksigenə görə nisbi sıxlığını istəyir. Deməli, birinci M ortanı tapaq. M orta bərabərdir 2 mol amonyak, 2 vurulsun 17, üstə gəlsin 3 mol hidrogen, 3 vurulsun 2 hidrogen, yəni M-ri bölək qazların molları cəmi, yəni 5-ə. O da bərabərdir 2 vur 17, 34, 34-ün üstünə 6, 40, 40-ı da 5-ə 8. O da bərabərdir 8 eləyir. Oksigenə görə nisbi sıxlıq istədiyi üçün deməli D oksigen bərabərdir 8 bölünsün 32 oksigen M-ri, o da bizə verəcək 0,25. İndi keçək ikinci sualımıza. İkinci sualda deməli 179 tam, onda 2 litr, 252 qram azot monoksid oksigen qarışığı verib. Öncə tapaq görək bu neçə moldur? 179 tam, onda 2-ni bölürük 22 tam, onda 4-ə. O da bizə verəcək 8 mol. İndi nə yaza bilərik? Deməli, NO və oksigendən ibarət qarışıq. Birinə A deyək, birinə B deyək. Yazaq ki, A plus B bərabərdir 8 və NO-nun MR-i 14, 16, 30 A plus 32 B bərabərdir 252. Bu zaman nə edə bilərik? A bərabərdir 8 minus B yazaq. Gətirək bu A-nı aşağıda yerinə yazaq. Bu zaman B bərabərdir 6 taparıq. B bərabərdir 6-dırsa, A da bərabərdir 2 eləyir. İndi reaksiyaya baxaq. Onlar arasında reaksiyada alınan qaz qarışığının heliumə görə nisbi sıxlığını istəyir. Yazıram NO plus oksigen, aldım NO2. Burada 0,5 yazsam bəsdir. Demək, A mol NO-muz, yəni 2 mol, B molda oksigenimiz var 6 mol. İndi reaksiyada görürəm ki, BST yazsam, reaksiyada görürəm ki, 1 mol NO-ya 0,5 mol oksigen lazımdır. Onda NO-nun tam sərf olunduğunu deyə bilərik. Tam sərf olunsa 2 mola yarısı 1 mol lazım olacaq. Tarazlıqda NO-dan qalmayacaq. 5 mol oksigen artıq qalır və NO2-miz də 1 mol NO2-də alınır. Birdən bir alınır. 2 mol reaksiya girib 2 mol alınır. Yaxşı. Buradan da biz nə edə bilərik? Son qaz qarışığının indi M ortasını tapaq. M orta nəyə bərabərdir? M orta. Artıq qalan oksigen 5 mol. 5-i vurduq 32-yə. Üstə gəlsin 2 mol alınan NO2. 2-ni vurduq 46-ya. Bölək mollar cəminə. Yəni 7 mola.
O da bərabərdir 160 plus 92 bölünsün 7 bizə verəcək 36-nı. İndi helyuma görə nisbi sıxlığı da tapırıq. D helyum bərabərdir 36 bölünsün 4. O da bərabərdir 9-a. Keçək üçüncü məsələmizə. Üçüncü məsələdə bizə nə deyir qrafikdə? Demək, deyir ki, 1 mol X qazı var əvvəlcədən. Daha sonra Y, sonra isə Z qazı əlavə edilib. 1 mol X-ım olanda görürük ki, M 30'dur. Yəni, X-in emeri 30'dur. Sonra 1 mol Y əlavə olunub. Bax, görürük. Daha sonra isə 3 mol Z əlavə olunub. 3 mol da Z. Onda nə yaza bilərik? Y əlavə olunandan sonra qaz qarışığının M ortası 29 olub. Yazıram ki, 29 bərabərdir. 1 vurulsun 30, üstə gəlsin 1 vurulsun Y, bölək 2-yə. Mollar cəminə. 1 var idi, 1 də əlavə olunubdur. Ona görə 2-yə bölürük. Buradan tapıram ki, 58 bərabərdir. 30 plus Y, Y da bərabərdir. Demək, 28. Sonra 3 mol Z əlavə olunandan sonra qaz qarışığının M ortası 38 olub. Onda yazıram, 38 də bərabərdir. 1 vurulsun 30, üstə gəlsin. 1 vurulsun 28, üstə gəlsin 3Z. 3Z bölünsün mollar cəmi. Yəni 1 var idi, 1 əlavə olundu, sonunda 3 əlavə olundu. Yəni 5-ə. Bu da bizə verəcək. 38-də vuruq 5-ə. 190 bərabərdir 58 plus 3 Z. Z də buradan tapırıq ki, 44-ə bərabərdir. İndi bunlara da uyğun olanı baxıram ki, CO2'miz 44'dür. SK6 30'dur. SK2 26'dır. Sonra oksigen 32'dir. 28'dir. Uyğun, hər birinin emerinə uyğun olanını. Deməli, Y-imiz SK4-üymüş. Z-imiz CO2-ymiş. Və X-imiz da SK6-ymış. Keçək növbəti. Çox qabağa getdim. Aha, növbəti sualımıza, 4-cü suala görək nə deyir. Demək, 4-cü sualda deyir ki, eyni kütləli qapalı 3 qab verilibdir. Birinci qabın qazla dolu kütləsi, ikinci qabın qazla dolu kütləsindən 2,5 qram az. İkinci qabın qazla dolu kütləsi, daha doğrusu üçüncü qabın qazla dolu kütləsindən 4 qram çoxdur. İndi nə edə bilərik? N2O-nun emeri 44'dür. C4H6'nın emeri də, demək 4 dəfə 12, 48, o da 6, 54'dür. X-imizi da bilmirik, elə X kimi qalsın. Burada həm də bunu verir ki, qablarda qazların molları eynidir. Yaxşı. Buna bir X desək, buna da bir X deyərik. X deməyək də bir A deyək. A deyək ki, X-ları qarışdırmayaq. Yaxşı, onda yazıram ki, 44 A plus 44 A plus 2,5 bərabərdir 54 A. Bunu belə yaza bilərəm. Buradan da tapıram ki, 44'ə keçsə sağ tərəfə 10A bərabərdir 2,5. A da bərabərdir 0,25. A-nı tapdım. İndi biz qabın kütləsini tapa bilərik də. Birindən hesablayaq. Məsələn, 44 A plus 2,5-dən hesablayaq.
A-nın yerinə sıfırdan %25 yazsaq, 11 plus deməli, yox, demək, neyniyək? Birinci qab dedi ki, üçüncü qabdan 4 qram çoxdur. Onda 44A bərabərdir. Demək, AX plus 4 belə yaza bilərik. AX plus 4. Aha, yazırıq. Deməli, A-ların yerinə sıfırdan %25 yazsaq, 11 bərabərdir. Sıfırdan %25 x plus 4. Buradan da x-ımı 28 tapa bilərəm. X 28-dirsə, bizə deyir ki, x qazın molyar kütləsi də 6A plus 4-dür. İndi yazıram ki, 6A plus 4 bərabərdir 28. Onların verdiyi A-nı da tapırıq ki, A da bərabərdir. 28 çıxsa 4, 24, bölünsün 6, 4. A-nı 4 tapmış olarıq. Sonra nə istəyir? Mildium xəstəliyi, A ədədi mildium xəstəliyinə qarşı mübarizədə istifadə olunan maddənin tərkibindəki P element sayının neçə faizini təşkil edir? Mildium xəstəliyində istifadə olunan kuprum SO4-dür. 5 molekula su. P element sayını deyirsə, deməli, burada kükürtdür, oksigendir və oksigendir. P element sayı 1, 4, 5. Bu da mənə verəcək 10-u. Deməli, 4 ədədi 10-un neçə faizini təşkil edir desə, 4-ü bölürük 10-a, vururuq 100-ə, bizə verəcək 40%. Deməli, 4-cü məsələmizdə belə həll etmiş olduq. 5-ci məsələyə baxaq. 5-ci məsələdə deyir ki, deməli, 1 mol CXH4, 2 mol azotdan ibarət qaz qarışığının oksigeni görə nisbi sıxlığı 1-dir. Yəni, 1 nəyə bərabərdir? 32-yə bölüb 1 tapılar da. Deməli, qaz qarışığının kütləsi 32-dir. Yazıram, 32 bərabərdir. CXH4-ə yazaram ki, 12x plus 4. Aha, 12x plus 4 üstə gəlsin 2 mol azot. Yəni 2 vurulsun 28. Buradan da x-ımı tapa bilərəm. Və bölürük mollar cəminə 3 mol eləyir də. Buradan da x-ımı tapa bilərəm ki, demək, 3 vursun 32 eləyir 96, bərabərdir 12x plus 60, 36 da bərabərdir 32x, x da bərabərdir 3-ə. X-i tapandan sonra 1 mol CXH4 maddəsində karbon kütlə payını faizli hesablayın deyir. Yəni, yazıram ki, C3H4, x-i 3 tapdım axı. Bu zaman karbon emerini ümumiyyətlə maddəni tapaq. Emer nəyə bərabərdir? 3 vurulsun 12 plus 4, 40 eləyir. Aha, omega da bərabərdir 3 vurulsun 12, yəni karbonun kütləsi bölünsün ümumi maddəmiz, vurulsun 100. 36-nı 40-a bölüb 100-ə vuranda bizə verəcək 90%. Gələk 6-cı məsələyə. 6-cı məsələdə nə deyir? Demək, 6-cı məsələdə deyək, orta molyar kütləsi 24,5 olan hidrogen və oksigen qarışığının 20 litrinə daha neçə litr hansı qazdan əlavə etsə guruldayıcı qaz alarıq. Aha, hidrogen qazı, oksigen qazı, emerlərini yazırım 2 və 32. Orta molyar kütləsi M orta H üsulu ilə eləyə bilərik. 24,5-dir. Bunları çıxanda qalacaq. Demək, 7,5, 22,5. Bir-birinə ixtisar getsə, 1-in 3-ə nisbətində qalacaq. 20 litri 1-in 3-ə nisbətində bölsək. Bax, 20 litr. Bu nə deməkdir? Demək, 5 litr hidrogenə düşür, 15 litr oksigenə düşür deməkdir. İndi guruldayıcı qaz almaq istəyirik. H2, 2 mol, oksigen də 1 moldur da deyirik ki. Və 5 mol hidrogenim var, 15 də oksigenim var. 2-nin 1-ə nisbətinə gətirmək üçün. Oksigenim 15 olsa, mənə lazımdır, deməli 2 dəfə çox 30 mol.
30 litr hidrogen. 30 litrdən 5-i artıq var. 5-i var. Deməli, mən bura nə qədər əlavə etməliyəm? 25 litr hidrogen. Keçirəm növbəti suala. Amonyak azot qarşılığı rabitə yaradan P orbital sayının rabitə yaradan S orbital sayına fərqi 15-dir. Aha. Demək, 7-ci sual. Amonyak verib və azot qarışığı verib. Demək, P orbital sayı amonyakda 0-dır. Azotda isə 6-dır. Sigma və pi rabitənin yaranmasında 6 P orbitalı elektron iştirak eləyir. Bu P. S orbital sayını saysaq, amonyakda 3-dür. Azotda isə 0-dır. S nədir? Hidrogen sayıdır. Sonra qaz qarışıq proton cəmi 52-dir. Deməli, proton da tapaq. Proton 10 proton amonyakdadır. 14 proton da azotdadır. Birindən A, birindən B mol versələr, onda yaza bilərəm. Demək, P orbital sayının S orbital sayına fərqi. Yəni 6B çıxılsın 3A bərabərdir 15. Və yazaram ki, 10A üstə gəlsin 14B bərabərdir 52. Bu sistem tənliyi həll etsəm, birinci tənliyi məsəl üçün 3-ə ixtisar aparıb 2B çıxılsın A bərabərdir 5 yazaram. Buradan da A bərabərdir 5 minus, yox 5 plus, bir dəqiqə, A bərabərdir 2B çıxılsın 5 yazaram. Bunu da gətirib, bax bu tənlikdə yerinə yazsam, taparam ki, B bərabərdir. B deməli neçə bərabər olacaq? 3-ə. A da bərabərdir 1-ə. İndi nə deyir? Bir də sual oxuyum. Qarışıqda hidrogen atomunun mol sayı ümumi atomların mol cəminin neçə faizini təşkil edir? Aha. 1 mol NH3, 3 mol azot, hidrogenin sayı 3 olur. Ümumi atom sayı isə deməli 4 yuxarıda, 6 da aşağıda 10 eləyir. 3-ü bölük 10-a vururuq 100-ə 30%.